Mən sizə bir sual vermək istəyirəm. Həyatımızda olan hər hansısa bir, məsələn, əşya və yaxud da ki, avtomobil, ev, mənzil, nəsə bu kimi bir şeylərin məsələn əlimizdə var da, indi onu satmaq və yaxud da tərk eləmək, yoxsa bu məndə olmasa həyatım qabaqki kimi olmayacaq kimi bir şeylər var, yoxsa yox. Yəni bu sual məni və bir çox adamlar ki var ətrafımda onları narahat eləyir deyə mənə maraqlı gəlir ki, mən bu sualın cavabını alım sizdən, mümkünsə. Biz bir dəfə də bir nəfərlə belə bir söhbət eləmişdik, danışmışdıq ki, əşyaların və yaxud da ki, hansısa bir deyək ki, insanlar tərəfindən düzələn bir şeyin insan həyatına düşürməsi barəsində, amma bu ondan fərqli olaraq başqa bir mövzudur. Ki, insanlar doğrudan da fokuslanırlar o yerə ki, deməli sanki o cüman eləyir ki, yəni cüman eləyir də bu təfəkkür, bu düşüncə səthi bir düşüncədir. Çünki öz düşüncəsi şuurlu, yəni şəkildə olan düşüncəsi ki, təsir qoyub onun həyatında hansı təsirlər qoyur. Zaten o deyək ki, birinin həyatında bir məsələ deyək ki, bir maşını var, 5 il, 3 il, 10 il o maşınlandır, ruhsunu təmin edir. Və bu maşını düşərli adlandırır. Düşünür ki, maşını düşərli bu maşındır, onu satsa sanki çox şeylə itirə bilər. Bu şuurlu olan hərəkətdə, şuurlu hərəkətdə olan, yəni baxan, müşahidə edən, görən və onu onunla o yəqinə çatıb, yəni şuurlu yəqinə çatıb. Təbii ki, bunlarla ilə bağlı olduğunu bir çoxları bilirlər ki, bu zaten yenə şuurlu nə qədər hərəkətdə olsa da bu aldığı məlumat şuur altdan aldığı məlumatdır, yaşamına deyilən məlumatdır ki, onunla müqayisə edir ki, sanki onu satsa bir çox uğursuzluqlar olacaq. Amma insan özünün möhtəşəm bir varlıq olduğu barəsində düşünmür. Yəni özünü sanki maşından aşağı düşünür və yaxud da ki, deyək ki, bir insan başqa bir mənzil deyək və yaxud da mənzil. Mənzil məsələn satsa uğursuzluq olacaq. Məsələ budur ki, insanın düşüncəsi ilə, insan şuuruna, insan təfəkkürü ilə, insan hərəkəti ilə, əməli ilə, niyyəti ilə baş verir. Bunlar hamısı insan həyatına necə zühur edir, insan bunların hamısını öz düşüncəsi əsasında əldə edirlər. Əgər insan onu satırsa, yenə də düşünərək bunu edir. Əgər düşünərək, yəni səthi düşüncəni itirmə qorxusundansa, təbii ki, mənzil ona həyatının düşüncəsini formalaşdırır. Əgər insanın düşüncəsi ilə, öz düşüncəsi ilə, dərin düşüncəsi ilə bu işlər baş verirsə, burada o başa düşür ki, nəinki mənzil, maşın, hansısa bir və yaxud da əşya onu idarə edir, o əşyaları idarə edir. Zaten mənim emosional, deyək ki, emosional olan halım mənə təşviş və həyəcan verir ki, mən elə bilirəm ki, mən bunu satsam, uğursuzluqlar olacaq. Bəs indi biz bu düşüncələri necə tərk edə bilərik? Məsələn, indi mən bu düşüncəni necə tərk edə bilərəm ki, yəni bu mənə asan olsun da, həqiqətən bildim ki, həqiqətdə belə bir şey yoxdur da. Məsələn, mən sizə qulaq asıram, amma onu qəbul elətdirməyi özümə necə bacara bilərəm ki, yəni həqiqətən də bu belə bir şey yoxdur. Zaten bunu özündə həll eləmək məsələsi və bilməli ki, insan bilməli ki, itirmə qorxusu deyilır. Dərin itirmə qorxusu var. Bu tək bir, 2-3 nəfər deyil də, ümumi götürəndə çoxluq təşkil edir ki, itirmə qorxusu ilə müqayisə olur. Sanki güman edir. Bu zaten ümidsizlikdir. İnsanın heç vaxt ümidi də olmuyor. Sadəcə ona motivasiya verən material olub. Material, maddə olub, maddiyyat olubdur ki, ona motivasiya verib, oradan ruzlarıdır. Gələn heç bir əqidəyə, yəni heç bir iradəyə dayanmır bu məsələ, yəni özü azad iradəsini dayanmır. Yəni şuurlu şəkildə edir, şuurlu şəkildə hərəkətdə olan insanın halıdır bu. Yəni əgərlərin itirmə qorxusu olmasa insanda, itirmə qorxusu olmasa, yəni öz güvənlə hərəkətdə olsa, bir var ki, itirərəm, onlar belə də vecsiz yox. Düşünülmüş, yenə düşünülmüş şəkildə ki, mənim hərəkətim, yəni niyyətim, həmişə də deyiblər ki, niyyət əməldən üstündür. Deməli, niyyət varsa, niyyət düşüncə əsasında olmalıdır. Risk varsa, risk özü də düşüncə əsasında olmalıdır. Əgərlərin risk düşünülməmiş addımsa, bu
bu xəta tipidir, bu risk deyil, bu xətadır və insanı lazım olmayan istiqamətə yönəldə bilər. Riskin özünün düşüncəsi var. Yəni risk özü gərək düşünülmüş şəkildə olsun, əgər düşünülməmiş şəkildə atılan bir addımdırsa, təbii ki, o xəta tipli olacaq. Çünki bunun tarixdə də baxıb görürük ki, hətta mövzudan bəs kənara çıxsaq da, görəcəyik ki, elə tarixdə böyük şəxsiyyətlər hansısa bir əşyanı, hansısa nəyisə özlərinə deyək ki, Sputnik götürsələr, uğursuz olacaqlar. Yəni, uğursuz olduqları barəsində özləri onu bilməyəcəklər. Tarixi şəxsiyyətlər heç vaxt özlərini heç ilə müqayisə eləməyiblər. Dərin təfəkkür və həqiqət, yəni insan öz həqiqəti və öz həqiqətini haradan, yəni necə yaranıbsa onun üçün və o ilə müqayisə aparacaq. O ilə müqayisə apararaq hərəkətdə olur. Ona görə də o insanlar riskləri düşünülmüş şəkildə olur, hətta onların xeyrinə bitməsə də belə, onların xeyrinə bitmiş kimi onlar onu anlayır və başa düşürlər. Çünki qıraqdan baxmaq və müşahidə eləmək kimin necə olduğu və yaxud da ki, düz olub, səhv olduğu, bu kimi insanın qıraqdan müşahidə edib qiymət verib analiz edən insanın öz təfəkkürünə bağlıdır, öz yaşanmışlığına bağlıdır. O adamın yaşanmışlığına bağlı deyil. Yenə də deyirik ki, bu işlərdən, yəni bu hallardan ki, insan istəyir ki, qutarsın ki, təşviş və panikası, həyəcanı olmasın və yaxud da riskli birisi olsun, yəni düşünülmüş risk edən birisi olsun, yaşamını, həyatını, ümumiyyətlə sosial, maddi, hər tərəfli, yəni insan mənəvi halını düzəltmək, onun öz düşüncəsinə dayanır ki, insan özgüvənli olmalıdır, o barədə, yəni özgüvən özünün mənbəyi olmalıdır, həqiqətə dayanmalıdır. O həqiqət yerə deyirəm, yəni qeyri-adi bir yerdə axtarmaq lazım deyil. O həqiqət insanın özünə olduqca yaxındır və bir də ki, insanın özü özünə yaxındır. Yəni özü özünə təftiş eləsin, yəni öz-özü ilə gərək müamilə eləsin, yəni heç olmasa öz-özünə əhd bağlasın, bir hallarda ki, hansısa bir işi tərk etmək, hansısa bir halı gedək ki, özündən kənarlaşdırmaqdan onu gərək risk eləmək üçün gərək düşüncəsini işə salsın ki, dərin düşüncə ilə bunları özündən uzaqlaşdırmaq mümkün olur. Səhvli düşüncələrlə insan həmişə şək içində qalacaq ki, satsa, versə və yaxud da ki, risk eləsə, uduzmuş və uğursuz olacaq bu cür ihtimalle. Amma uğur, insan həyatında ümidli yaşayış, nicat, ümumiyyətlə təkamül və inkişaf, bunlar hamısı insanın ölüm qorxusunu özündə həll eləməsi ilə ümumiyyətlə bitir. İnsan bir var ki, ölümdən qorxmamaq, yəni qəhrəmanlıq mənasında deyil. Yəni, ölümdən qorxmamaq mənada ki, insan düşünüb, bilir, yəni öz üçün ömür təyin eləməyir, zaten qablara çıxanı yaşayır və həqiqəti doğru addımlayır. Ona görə həyatda qabaqla hər nə çıxırsa, hər bir şeyi təsadüf yox, həqiqət verir və anlamağa çalışır, hikmətinə baxır. Ona görə də özünü heç nəyə müqayisə eləmir, qalmışdı ki, bu əşyalar ki, insan üçün əşyalarla müqayisə edib yaşasa, o özü də asta-asta əşyaya çevrilmiş olur. Çox sağ olun. Teşekkür.